Alo, eşidirsiniz? Eşidirəm, bəli. Sibeydə xanım, sizin nömrənizi götürdüm mən Gümüşün telefonundan. Sabunçu Mərdəkən yolundan gələndə Sabunçuda. Sağ hissədə qəzaya düşüb, indi də göndəriblər xəstəxanaya. Dedim ki, yəqin ki, siz onun qohumu olarsınız da, ona görə narahat edim sizi. Qohumu deyiləm, amma qonşu, belə qonşu kimi olur. Hə, elə bir ki, yazığın ayaq hissəsi, sağ ayaq hissəsi kəsilib, yoxdur, yəni qəzada olur. Sizin adınızı çünki bacı yazıb, ona görə deyirəm ki, yəni qəzaya düşüb, yazıq qız. Hə, yazıq qız ayağın sağ hissəsini elə bir ki. Nə olmuşdu ki? Necə? Niyə düşmüşdü avariyaya? Bilmirəm ki, xanım, mən yoldaşımla gəldim maşınla. Elə bir ki, nəsə deyən yuxusuz olub, şofer bilmirəm. Qəzaya düşdük. İçəridə də müştəri imiş, taksi idi, onu sürən. İçəridə də Gülmüş xanımdır, adını axır Ürgəndir. Qəzaya düşübsə, ayağının sağ hissəsini elə bir ki, üzr istəyirəm ifadəmə görə kəsiblər də, yazıq qız. Elə pis oldum, inan Allaha. Yaxşı, götürüm kimə deyə bilərəm. Aha, təşəkkür edirəm. Yəni bu ola bilər ki, nə bilim, balı qutara bilməzlər. Yaxşı, xəbərdarlıq eləyərəm. Yaxşı. Ola bilər ki, üzr istəyirəm sizdən, yəni qutara bilməzlər, yəni siz Allah neynisini tezin yazıq deyə. İnan ki, mən də az qala uşaq kimi ağlayayım. İndi ki, şey qızdır, deyir ki, qurban olun məni qutarın, yazıq, indi ağlayır Allah'ım da olsun. Mən də pis oldum, yoldaşıma hətta deyirdim ki, niyə sən yavaş sürmüsən, cəmaatın balası qalıb orada qəzada. Allah'ım da olsun. Yaxşı xanım, indi məqsəd bildirərəm, mən də pis oldum. Hadi yanında polis eləməyin da. Yetimi reanimasiyalıq elədin, yanında.